Hər kəsə salam, mən Humay müəllimə. 2025-ci il DİM 2-ci hissə test toplusunda sözünü testin izahına gəlin bir yerdə baxaq. Əvvəlcədən videonu bəyənən, rəy yazan və səhifəmə abunə olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Gəlin başlayaq birinci sualla. Tərcüməyə əsaslanan bir cümlədir. Sən ingilis dili ilə yanaşı, ingilis dilindən başqa hər hansı xarici dil bilirsənmi? Cavab olur C variantı. İkinci cümlə. Şəhərin mərkəzində kiçik bir çörək dükkanı var. Təbii ki, mərkəzində sözü dadə lazımdır. Mərkəz səncə sözü isə in ilə işlənir. Cavab olur C variantı. Baxırıq 3-ə. Good nədəsə yaxşı olmaq, eləcə də bad ifadəsində özündən sonra at istəyir. Buna görə də deyir ki, hesablamada yaxşısamı, təbii ki, good at. To be interested in ilə işlənir. Nə iləsə maraqlanmaq mənasında cavab olur A variantı. Emma həzz alır axşamlar oxumağı, təbii ki, in evening in ilə işlənir. Cavab olur Y variantı. 6. Borrow özündən sonra hardansa nədənsə borc almaq mənasında from işlənir. Amerikanlar başqa dillərdən çoxlu sözlər alıblar. Cavab olur C variantı. 7-ci sual. Təzə çörəyin qoxusu yayıldı. İki məkan ard-arda gəlib, təbii ki, from to birləşməsindən istifadə edir. Cavab olur B variantı. Mətbəxdən qonaq otağına yayıldı. 8-ci sual. Glance nəyəsə baxmaq mənasında ət ilə işlənir. O cəld şəkildə saatına baxdı. Təbii ki, cavab olur B variantı. 9-cu sual. Sən dişlərini fırçalayırsan, nə cür pasta ilə? Təbii ki, cavab olur C variantı. 10-cu sual. Mənim nənəmin ad günü maydadır. May aylar ilə işlənir. Cavab olur C variantı. Nə iləsə fəxr eləmək mənasında proud of ilə işlənir. Cavab olur D variantı. Biz ana yurdumuzla fəxr edirik. 13-cü sual. Təyyarə cədvəl üzrə düz vaxtında havaya qalxdı. Take təbii ki, of ilə işlənir. Havaya qalxmaq mənasında. O oturub mətbəxdə, mətbəx ümumiyyətlə otaqların hər biri, qonaq otağı, dining room, living room hər biri in ilə işlənir. Cavab olur Y variantı. Baxırıq 14-cü suala. Tərcüməli sualdır. Hər kəs ona heyrandır. Mehribanlığına təbii ki, görə. Cavab olur B variantı, səbəb bildirir. 15-ci sual. Şəkil diqqətli şəkildə bərpa olundu. Zədələnmiş vəziyyətindən bərpa oldu. Təbii ki, cavab olur C variantı. 16. Tomun ad günü böyük bir hadisədir onun həyatında. Life dadə mənasında in ilə işlənir. Cavab olur B variantı. Pişik gizlənib çarpayının təbii ki, altında, çünki o qorxurdu ildırımdan. Cavab olur C variantı. 18-ci sual. Vacibdir mənim üçün, təbii ki, cavab for olmalıdır. Cavab olur D variantı. Mənim üçün bunu öyrənmək vacibdir. Çoxlu boşqablar var. Şkafda, şkaf, rəf 10 ilə işlənir. Təbii ki, cavab olur B variantı. 20-ci sual. Xalça var döşəmənin üzərində. Düz müstəvi şəklində olan əşyalar 10 ilə işlənir. Cavab olur D variantı. 21-ci sual. Həftə sonu görüşərik. Həftə sonu ət ilə işlənir. Təbii ki, cavab D variantı. 22-ci sual. Düzgün preposition. Çoxlu insanlar maraqlanır. Interested nə iləsə maraqlanmaq mənasında in ilə işlənir. Cavab olur A variantı. Tom ən talantlı oğlandı sinifimizdə. Təbii ki, in ilə işlənir dadə mənasında. Cavab olur B variantı. Onlar qərara gəldilər. 24-cü suala baxırıq. Onlar qərara gəldilər erkən çıxmağa. Güclü qarla bağlı xəbərdarlıq səbəbindən. Təbii ki, cavab olur A variantı. 25-ci sual. Oyuncaqlar stolun altındadır. Təbii ki, burada 10 da cavab ola bilərdi. Cavab olur C variantı. 26-cı sual. Kate yerləşdirdi kitabını stolun üzərinə. Təbii ki, cavab olur Y variantı. Üstündə mənası. O bağdadır. Təbii ki, mənə qadından dadə mənasında in lazımdır. Cavab olur B variantı. Baxırıq 28-ci suala. Çay daşdı. Güclü yağış nəticəsində. Cavab olur Y variantı. Jim gördü bir neçə polis körpünün altındakı yolda. Ən uyğun cavabım C variantı. Çoxlu tıxac var idi. Axşam evening bilirik ki, inlə işlənir. Cavab olur Y variantı. Bir şeyin üzərində işləmək work on ilə işlənir. Layihəsi üzərində işləyir. Təbii ki, cavab C variantı. 32-ci sual. Biz Brixtona gedəcəyik. Həftə sonu sözü bayaqda dedik ki, ət ilə işlənir. Cavab olur A variantı. Afraid of ilə işlənir. Don't be afraid of the dog. İtdən qorxma. Təbii ki, cavab olur B variantı. 34-cü sual. Mən görüşəcəm səninlə. Monday, day sözü olan bütün sözlərimiz, zaman zərfliklərimiz 10 ilə işlənir. Sadə zamanlarda təbii ki, cavab olur Y variantı. 35-ci sual. Onlar yaşayır sakit bir mühitdə, qonşuluqda. Təbii ki, dadə mənasında in ilə işlənir. Cavab olur B variantı. 36. Bangkok şəhəri Taylanddadır. Biz bilirik ki, coğrafi ərazilər, yəni şəhər, kənd, ölkə, qitə bunlar hamısı in ilə işlənir. Bir dənə island, ada sözü 10 ilə işlənir. Cavab olur A variantı. 37-ci sual. O erkən aldığı pis xəbərə baxmayaraq, təbii ki, despite gülümsəməyə davam edirdi. A variantı da əgər of olsaydı, in spite of formasında olsaydı adı cavab ola bilərdi. 38-ci sual. Depend on ilə işlənir, bir şeydən asılı olmaq mənasında. Bizim səyahətimiz havadan asılıdır. Cavab olur C variantı. 39
49-cu sual. Good ət ilə işlənir. Nədəsə yaxşı olmaq. Eləcə də bad də ət ilə işlənir. Cavab olur A variantı. 40-cı sual. Proud of ilə işlənir. Bir şeylə fəxr eləmək mənasında. Cavab olur D variantı. Baxırıq 41-ci suala. Biz bilirik ki, which-dən sonra tərəfindən mənasında by ilə olmalıdır. Birinci tərəfimiz by-dır. İkinci tərəf isə boşluq olacaq. Ona görə ki, belə bir qaydamız var idi. Last, next, this və every. Bu sözlərdən sonra zaman mənalı söz gələrsə, qəti şəkildə at, in, on işlənməzdir. Ona görə də 41-ci sualın ikinci tərəfini boş saxlayırıq. Cavab olur D variantı. 42-ci sual kəmiyyət bildirən sözdür. A cup of tea, bir fincan çay. Cavab olur C variantı. What can I do? Tərcüməli sualdır. Mən nə edə bilərəm sənin üçün? Cavab olur C variantı. For. 44-cü sual. Nə almısan anan üçün? Təbii ki, tərcüməli sual. Cavab olur D variantı. For. 45-ci sual. Fell off ilə işlənir. Velosipeddən düşmək, yıxılmaq mənasında. Təbii ki, cavab olur D variantı. Mən səni götürəcəm stansiyadan. Sənin qatarın gələndən sonra stansiya dadə mənasında təbii ki, ət ilə işlənir. At the station. 47-ci sual. Put yönlüyü bildirir. Qoya bilərsənmi köynəkləri qardiroba? Into ilə işlənir. Əgər burada put feili deyil də take olmuş olsaydı, bu tərəfdə cavabım out of olacaqdı. 48-ci sual. O özünü daha xoşbəxt hiss elədi. İşlərini dəyişəndən sonra ən uyğun gələn A variantıdır. Cavab olur A after. 49-cu sual. Dağın zirvəsindən olan görünüş, təbii ki, from. Cavab olur B variantı. Zirvəsindən olan görünüş çox möhtəşəm idi. 50-ci sual. Think feili bir şey haqqında fikirləşmək mənasında of ya da about işlənirdi. Cavab olur C variantı. 51-ci sual. Listen kiməsə və yaxud nəyisə qulaq asmaq mənasında tuna işlənir. Cavab olur B variantı. 52-ci sual. Uşaqlar oynaya bilmir futbol. Küçədə. Küçədə dadə mənasında təbii ki, street inlə işlənir. Cavab olur B variantı. 53-cü sual. Otağı tərk etməzdən əvvəl işıqları söndür. Təbii ki, off, 2 fığla cavab olur B variantı. Turn off. Əziz şagirdlər, videonu bəyəndisə like etməyi, səhifəyə abunə olmağı və həmçinin fikirlərinizi rəy bölməsində paylaşmağı unutmayın.